Bugünkü mövzumuz soyuq müharibə və ondan sonraki dövrdə dövlətlərarası münasibətlər. İlk öncə baxaq BMT-nin yaranması. İkinci Dünya müharibəsinin baş verməsi millətlər cəmiyyətinin dövlətlərarası münasibətlərə təsirinin zəif olduğunu ortaya qoydu. Sülh və əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni bir beynəlxalq təşkilatın yaradılması zəruri idi. Bu təşkilat BMT olacaq. BMT-nin yaradılmasında ilk addım 1942-ci ildə atılıb. Belə ki, 42-ci yanvar ayında 26 dövlətin Atlantika Xartiyasına qoşulmaq haqqında Birləşmiş Millətlərin bəyannaməsini imzalamaqla BMT-nin yaradılmasında ilk addımı atdı. 45-ci ilin fevral ayında keçirilən Krım konfransında BMT-nin iş qaydaları müəyyən edildi. 45-ci ilin aprel-iyun aylarında San Fransisko konfransında BMT yaradıldı. Deməli, ilk addım 42-ci yanvar ayı, İş qaydaları 45-ci ilin fevral ayı Krım konfransı və yaxud Yalta konfransı. 45-ci ilin aprel ayında San Fransisko konfransında BMT yaradıldı. Təşkilatın nizamnaməsi 50 dövlət tərəfindən imzalandı. Dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin mənzil qərargahı New York şəhərində yerləşir. Deməli, mənzil qərargahı New York şəhərindədir. Dünyanın ən böyük beynəlxalq təşkilatıdır. BMT-nin rəhbəri baş katib adlanır və təşkilatın gündəlik fəaliyyətinə rəhbərlik edir. BMT-nin yaradılmasının əsas məqsədi dünyada sülh və təhlükəsizliyi qorumaq, ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirmək, siyasi, iqtisadi və sosial problemlərin həllində beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. BMT-nin iki ali orqanı var. Bir, Baş Məclis, bir Təhlükəsizlik Şurası. Baş Məclis ildə bir dəfə sessiyasını keçirir, bu zaman bütün üzvləri iştirak edirdi. Təhlükəsizlik Şurası fasiləsiz fəaliyyət göstərir, 5 daimi üzvdən və 2 ildən bir seçilən qeyri-daimi üzvdən ibarətdir. Deməli, BMT ilk addım 42-ci yanvarı, iş qaydaları 45-in fevralı, yarandı 45-in aprel ayında San Fransisko konfransında. Mənzil qərargahı New York, yəni ABŞ-da yerləşir. Dünyanın ən böyük beynəlxalq təşkilatıdır. Üzvlərinin sayı 190-dan çoxdur. Rəhbərlik edir baş katib. İki ali orqanı var. Baş Məclis, Təhlükəsizlik Şurası. Baş Məclis ildə bir dəfə sessiyasını keçirir. Təhlükəsizlik Şurası daimi fəaliyyət göstərir. 5 daimi üzvdən və 2 ildən bir seçilən qeyri-daimi üzvdən ibarətdir. Daimi üzvləri ABŞ, İngiltərə, Fransa, Çin, SSR. Bir də var BMT-nin orqanları, qurumlar və fondları. Baxaq. Deməli, UNESCO var, Elm, Təhsil, Mədəniyyət Təşkilatı. Üst var, Ümumdünya Səhiyyə Təşkilatı. BVF var, Beynəlxalq Valyuta Fondu, UNICEF, Uşaq Fondu. Bunlar BMT-nin qurum və fondlarıdır. Dünyanın ən böyük təşkilatıdır. Hazırda BMT 190-dan çox üzv dövləti birləşdirir. İndi baxaq soyuq müharibənin başlanmasına. Soyuq müharibə başlayıb 1946-cı ildə, başa çatıb 1941-ci ildə. İkinci Dünya müharibəsi başa çatır. Başa çatdıqdan sonra, deməli, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra antifaşist koalisiyasının iki böyük dövlət arasında ziddiyyətlər yarandı. Yəni SSR ilə ABŞ arasında. Faşist bloku üzərində qələbədən sonra Qərb və SSR arasında ziddiyyətlər yenidən başladı. Yəni, İkinci Dünya müharibəsində Almaniyanı məğlub eləyəndən sonra iki böyük dövlət, yəni SSR ilə ABŞ arasında münasibətlər yaranır. Əsas səbəb də SSR-nin öz ərazilərini genişləndirmək siyasəti idi. ABŞ və Qərbi Avropa ölkələrini faşistlərdən azad edilmiş Şərqi Avropanın və Balkan ölkələrinin SSR-nin nüfuz dairəsinə daxil olmasını qəbul etmək istəmirdi. SSR həm Türkiyəni, həm də İranda möhkəmləmək istəyirdi. Yəni SSR-nin təsir dairəsini genişləndirməsini ABŞ istəmirdi. Böyük Britaniyanın sabiq baş naziri, yəni keçmiş baş naziri Winston Churchill 46-cı ildə ABŞ-ın Fulton şəhərindəki çıxışında Avropa qitəsinin üzərinə dəmir pərdə endiyini və Mərkəzi və Şərqi Avropa ölkələrinin SSR-in nəzarəti altına keçdiyini, kommunist təhlükəsinin get-gedə böyüdüyünü bildirdi.
1946-cı ildə ABŞ-ın Fulton şəhərində dəmir pərdə ifadəsini işlədir və bununla da bu ifadə soyuq müharibənin başlanğıcı olur. Truman və Churchill SSR-nin qarşısını alınmasında əsas rolun ABŞ-ın üzərinə düşməsi fikrini yekdil qəbul eləmişlər ki, yəni SSR-nin qarşısını alan ancaq ABŞ olacaq. İndi baxaq Böyük İttifaqın dağılmasına. Böyük İttifaqın son ortaq addımı 47-ci ildə qəbul edilmiş. Deməli, 47-ci konfrans keçirilir ABŞ-la SSR arasında, yəni bu Böyük İttifaqla SSR arasında. Bu konfransda qərar alınır ki, Qərbi Avropada 37-ci ilə qədərki sərhədlər bərpa edilsin. 37-ci ilə qədər ki, Şərqi Avropada SSR-i 39-40-cı illərdə işğal etdiyi əraziləri əlində saxladı. Deməli, Qərbi Avropanın 37-ci ilə qədər sərhədləri bərpa edilir. Amma Şərqi Avropada 39-40-cı illərdə SSR işğal etdiyi torpaqları əlində saxladı. Yəni ki, 39-40-cı il qış müharibəsində ki, SSR işğal etmişdi Estoniya, Latviya, Litviya. Yəni, burada deyirlər ki, Şərqi Avropada işğal etdiyi torpaqları SSR-i əlində saxlasın. Və 46-47-ci illərdə SSR-nin Şərqi Avropada təsirini artırması ABŞ və Qərbi Avropa ölkələrini narahat etməyə başladı. Və bundan sonra ABŞ prezidenti Truman 2 siyasət həyata keçirdi. 1. Truman doktrinası, 2. Marshall planı. Birinci addım Truman, ikinci addım Marshall planı. Truman doktrinası Avropa dövlətlərinə sədd çəkmə siyasəti adlanırdı. Truman doktrinası. Mahiyyəti həm Türkiyə, həm də Yunanistana hərbi maliyyə yardım edilməsi idi. Əsas məqsəd Türkiyə və Yunanistanda SSR təsirini zəiflətmək idi. Deməli, 47-ci ildə birinci strateji addım Truman doktrinası, ikinci addım Marshall planı. Truman doktrinası adlanırdı sədd çəkmə. Əsas məqsəd Türkiyə və Yunanistanda SSR təsirini zəiflətmək, mahiyyəti isə Türkiyə və Yunanistana həm hərbi, həm də maliyyə yardımı. İkinci addım Marshall planı. ABŞ dövlət katibi George Marshall tərəfindən qəbul edilmişdi. Bu planla ABŞ Qərbi Avropa ölkələrinin iqtisadiyyatını bərpa etmək üçün Qərbi Avropa ölkələrinin həm iqtisadi, həm də maliyyə yardımı həyata keçirirdi. Bu proqramla Avropanın parçalanması faktı qaçınılmaz oldu. Şərqi, deməli, Marshall planı ilə Böyük İttifaq dağıldı. Dünyanın əsasən iki qütbə bölünməsi qətiləşdi. Deməli, soyuq müharibə başladı 46-cı ildə. Churchillin dəmir pərdə ifadəsi ilə. Churchill bu ifadəni ABŞ-da Fulton şəhərində işlətmişdi. Böyük İttifaqın son ortaq addımı 47-ci ildə qəbul olmuşdu. Bu konfransda 47-ci ildə dedilər ki, 37-ci ilə qədərki sərhədlər bərpa olunsun, amma SSR-i 39-40-cı illərdə işğal etdiyi əraziləri əlində saxlasın. Bundan sonra Truman 2 addım. 1. Truman doktrinası, 2. Marshall planı. Truman doktrinası sədd çəkmə siyasəti adlanırdı. Marshall planı isə George Marshall tərəfindən qəbul edilmişdi. 48-ci ildən ABŞ Marshall planı tətbiq etməyə başladı. Plana əsasən Avropa ölkələrinin iqtisadiyyatının bərpa olunması üçün iqtisadi yardımlar edildi. Bu dövlətlərlə bağlanan müqavilələrə görə gömrük tariflərinin endirilməsinə, idxal məhdudiyyətlərinin isə aradan qaldırılmasına qərar verildi. İndi baxaq Qərb blokunun yaranmasına. Bu Marshall planı Qərb ölkələri qəbul eləyir, SSR və Şərqi ölkələr qəbul eləmir. Elə bundan sonra Böyük İttifaq dağılır, dünyanın iki bloka bölünməsi qətiləşir. Marshall planı ilə. İndi baxaq Qərb blokunun yaranması. Qərb bloku 49-cu ildə NATO-nu yaradır. Şimali Atlantika müqaviməti təşkilatı. Bu, hərbi sahədə təşkilatlanmadır. Deməli, Qərb bloku hərbi sahədə təşkilatlanmaq üçün Şimali Atlantika müqaviməti təşkilatı, yəni NATO-nu yaradır. ABŞ-ın təşəbbüsü yaradılmışdı. Qərargahı Brüssel şəhərində, yəni Belçikada yerləşir. ABŞ, Kanada və bir sıra Qərbi Avropa dövlətləri yaratmışdı. 52-ci ildə bilirik ki, Türkiyə NATO-ya üzv qəbul edilmişdi. Bu oldu hərbi sahədə təşkilatlanma. Bir də var iqtisadi sahədə təşkilatlanma. İqtisadi sahədə 1957-ci ildə Avropa İqtisadi Birliyi yəni
indiki Avropa Birliyi yaradıldı. ABŞ və Qərbi Avropa hərbi sahədə də təşkilatlanmışdı. Deməli, dedik ki, 49-cu ildə hərbi sahədə NATO, iqtisadi sahədə Avropa İqtisadi Birliyi. NATO yaratmışdı ABŞ-ın təşəbbüsü ilə, mərkəzi yerləşir Belçikada, üzvləri ABŞ, Kanada və Qərbi Avropa ölkələri. 52-ci ildə NATOya daxil olmuşdu Türkiyə. 57-ci ildə yarandı Avropa İqtisadi Birliyi. Məqsəd Avropada sülh və iqtisadi əməkdaşlığı möhkəmləndirmək idi. Yeni yarananda İngiltərə qoşulmadı. 73-cü ildə İngiltərə qoşuldu, 2020-ci ildə isə Brexit planı ilə İngiltərə Avropa İqtisadi Birliyini tərk elədi. İndi baxaq sosialist blokun yaranmasına. 40-cı illərin ikinci yarısında SSR tərəfindən işğal olunan Şərqi və Mərkəzi Avropada, yəni Rumıniya, Macarıstan, Polşa, Bolqarıstan və Çexoslovakiyada Sovet modelli rejimlər yaradıldı. Nə deməkdir Sovet modelli rejimlər? Yəni tək partiyalı sistem, planlı iqtisadiyyat və milliləşdirmə tətbiq edildi. SSR ilə hərbi əməkdaşlığa məcbur edildi. Yalnız bu dövrdə Yugoslaviya imtina eləyə bilmişdi. Deməli, 40-cı ilin ikinci yarısında Rumıniya, Macarıstan, Polşa, Bolqarıstan, Çexoslovakiyada Sovet modelli rejim yaradıldı. Nə deməkdir bu rejimlər? Yəni, tək partiyalı sistem, planlı iqtisadiyyat, bir də milliləşmə tətbiq edilmişdi. İndi baxaq SSR-nin iqtisadi təşkilatlanmasına. Deməli, Qərb bloku Marşal planını qəbul eləmişdi. SSR buna qarşı olaraq qiyişi yaratdı. Qarşılıqlı iqtisadi yardım şurası. Deməli, Marşal planına qarşılıqlı olaraq SSR qarşılıqlı iqtisadi yardım şurası yaradaraq Sovet İttifaqının yardımından istifadə elədi. Deməli, indi baxaq. Hərbi təşkilatlanmaya. 1949-cu ildə SSR atom bombası hazırladı. Deməli, 49-cu ildə həm qarşılıqlı iqtisadi yardım şurasını yaratdı. Bu iqtisadi təşkilatlanmadır. Bir də hərbi təşkilatlanmada isə SSR 49-cu ildə atom bombası hazırladı. Çünki yeni müharibə başlayanda SSR atom bombası yox idi. Ona görə çox da ABŞ-la mübarizə apara bilmirdi. Amma 49-cu ildə SSR atom bombası hazırladı. SSR-də atom bombasının uğurla sınaqdan keçirilməsi ilə ABŞ-ın bu sahədə ağalığına son qoyuldu. O dövrdə Qərb bloku qorxurdu ki, kommunizm yayılar. SSR qorxurdu ki, birdən blokad yayılır. Amma hər iki blokun atom bombasına malik olması müharibə baş verəcəyi halda dünyanın məhv ediləcəyi təhlükəsini yaradırdı. Koreya müharibəsindən sonra SSR yox, ABŞ, Cənubi Şərqi Asiya, Yaxın Orta Şərqdə yeni hərbi ittifaq yaradaraq SSR-in ətrafında güclənməkdə davam edirdi. Deməli, Koreya müharibəsindən sonra ABŞ, Cənubi Şərqi Asiya, Yaxın Orta Şərqdə yeni hərbi ittifaqlar yaradır, SSR-in ətrafında güclənməkdə davam edirdi. SSR buna 55-ci ildə sosialist dövlətlərin hərbi blokunun Varşava Müqaviləsi Təşkilatının yaradılması ilə cavab verdi. Deməli, Koreya müharibəsindən sonra ABŞ yeni hərbi ittifaqlar yaradır. Buna qarşılıq olaraq SSR-də 55-ci ildə Varşava Müqaviləsi Təşkilatını yaratmışdı. İndi bura qədər bir də deyək. Deməli, Soyuq müharibə başladı 46-cı il. Churchillin dəmir pərdə ifadəsi ilə başlamışdı. Böyük İttifaqın son otaq adımı 47-ci ildə çağırılan konfrans idi. Qərb bloku 47-ci ildə Truman doktrinası, bir də Marshall planını qəbul eləmişdi. Truman doktrinası ilə Türkiyə və Yunanistanda kommunizm təhlükəsinin qarşısını almaq və Türkiyə və Yunanistana hərbi yardım eləmək idi. Hərbi və iqtisadi yardım. Marshall planı 48-ni tətbiq olmağa başlamışdı. Avropa ölkələrinə, Qərbi Avropaya ABŞ yardım eləyirdi. Qərb blokunun iqtisadi təşkilatlanması, Avropa İqtisadi Birliyinin yaranması, hərbi sahədə NATO-nun yaranması. NATO ABŞ-ın göstərişə yaranmışdı. Mərkəzi Brüsseldə yerləşirdi. SSR blokunda isə, sosialist blokunda isə 49-cu ildə Marshall planına qarşılıq olaraq qiyişi yaratdılar qarşılıqlı iqtisadi yardım şurasını. Bir də atom bombasına sahib olmuşlar.
Daha sonra ABŞ yeni hərbi ittifaq yaratdıqdan sonra SSR buna qarşılıq olaraq 55-ci ildə Varşava Müqaviləsi Təşkilatını yaratmışdı 1955-ci ildə. İndi baxaq, Soyuq müharibənin ilk böhranı Almaniyanın parçalanması. 1948-ci ildə Çexoslovakiyada baş verən kommunist çevrilişi ilə Şərqi Avropanın bütün ölkələri SSR-nin təsiri altına düşdü. Bu təsirin qərbə doğru yayılmasının qarşısını almaq üçün ABŞ və müttəfiqləri Almaniyanın öz nəzarətləri altında olan bölgələrində yeni Alman dövləti yaratmağa qərar aldı. Deməli, 48-ci ildə Çexoslovakiyada çevriliş olur. Bütün Şərqi Avropa düşür SSR-nin təsiri altına və bundan sonra Qərb bloku narahat olur ki, birdən kommunizm Almaniyada yayılar. Ona görə də ABŞ və müttəfiqləri Almaniyanın öz nəzarətləri altında olan bölgələrində yeni Alman dövlətini yaratmağa qərara aldılar. Bu hadisə Soyuq müharibənin ilk böhranına səbəb olur. Buna cavab olaraq SSR Qərbin işğal zonalarını blokadaya alır. Deməli, SSR Qərbin işğal zonalarını blokadaya alır. Amma ABŞ blokadada olan Qərbi Berlinə hava yolu ilə yardım edir. Və SSR məcbur qalır Qərbi Berlini mühasirəyə almasını dayandırır. Yəni, blokadanı dayandırır. Və 49-cu ildə Qərb tərəfdə AFR, buna qarşılıq olaraq Şərq tərəfdə isə ADR yaradılır. Və beləliklə Almaniyanın parçalanması dünyanın iki bloka ayrılmasının rəmzinə çevrildi. Deməli, dünyanın iki bloka ayrılmasının rəmzinə çevrildi Almaniyanın parçalanması. Deməli, 47-ci ildə Böyük İttifaq dağılır, dünya iki bloka bölünməsi qətiləşir. Dünyanın iki bloka bölünməsinin rəmzinə çevrilir Almaniyanın parçalanması. 49-cu ildə Qərb hissədə AFR, SSR işğal zonasında isə ADR yaradılmışdı. Yəni 49-cu il oldu Soyuq müharibənin ilk böhranı. İndi baxaq Soyuq müharibənin ikinci böhranı, Koreya müharibəsi və buzların əriməsi. Soyuq müharibənin ikinci böhranı Koreyada baş verdi. Müharibədən əvvəl Yaponiyanın hakimiyyəti altında olan Koreyanın şimalı 45-ci ildə SSR, cənubu ABŞ tərəfindən işğal edildi. Deməli, müharibədən əvvəl Yaponiyanın hakimiyyəti altındaydı. 45-ci ildə azad edilsə də şimalını işğal edir SSR, cənubunu işğal edir ABŞ. ABŞ və SSR arasında fikir ayrılığı 48-ci ildə Koreyanın iki dövlətə parçalanmasına səbəb oldu. 48-ci ildə ölkənin şimalında kommunistlər hakimiyyətə gəldi. Koreya Xalq Demokratik Respublikasını yaratdılar. Cənubunda isə ABŞ-ın himayəsi altında Koreya Respublikası yaradıldı. Deməli, şimalda Koreya Xalq Demokratik Respublikası, cənubda isə Koreya Respublikası yaradılmışdı. 1950-ci ildə Şimali Koreyanın SSR tərəfindən olan qoşunları Cənubi Koreyaya hücum elədi. İşğalı pisləyən BMT üzv ölkələri Cənubi Koreyaya yardım etməyə çağırdı. Oraya göndərilən BMT qüvvələrinin əsas hissəsini ABŞ qoşunu təşkil edirdi. Deməli, 50-ci ildə Şimali Koreya, Cənubi Koreya yürüş edir. Həmin ildə BMT bu işğalı pisləyir və ona olan üzv ölkələri Cənubi Koreyaya yardım etməyə çağırır. Cənubi Koreyaya göndərilən BMT qüvvələrinin əsasında ABŞ təşkil edirdi. Bu müharibə zamanı SSR və Çin Şimali Koreyaya kömək edir. Yəni tək SSR yox, Çin də Şimali Koreyaya kömək edirdi. Koreya müharibəsi 50-53-cü illər ABŞ qalib gəlir. Yəni ABŞ başda olmaqla BMT beynəlxalq qüvvələrinin köməyi ilə Cənubi Koreya qalib gəlir. Lakin Koreya White-House-la birləşə bilmir. Hələ də Koreya parçalanmış vəziyyətdədir. İndi baxaq Soyuq müharibədə buzların ərimə dövrü. 53-cü ildə Stalin ölür. Stalin öldükdən sonra SSR-nin mövqeyi bir qədər yumşalır. Soyuq müharibədə buzların ərimə dövrü başlayır. Elə nəticədə də Koreya müharibəsi başa çatır. Deməli, Koreya müharibəsi Stalin öldükdən sonra başa çatıb 53-cü ildə. Eyni zamanda 53-cü ildə bilirik ki, SSR-də hakimiyyətə gəlib Xruşovun dövrü mülayimləşmə dövrüdür.
silahlanma və kosmosun fəthi sayəsində hələ də rəqabət davam edirdi. Beləliklə, 1957-ci ildə dünyanın ilk qitələrarası ballistik raketi yaratdı SSR və bunu kosmosa ilk dəfə olaraq süni pekə göndərdi. Deməli, 57-ci ildə SSR dünyanın ilk qitələrarası raketini yaratdı və kosmosa ilk dəfə süni pek göndərdi. 59-cu ildə SSR-nin rəhbəri Xruşovun ABŞ-a səfəri və ABŞ-da John Kennedy'nin hakimiyyətə gəlməsi soyuq müharibədə iki münasibətlərdə mülayimləşmə yaratdı. Deməli, 53 Stalin ölür, buzdan ərimə dövrü başlayır. 57-ci il SSR ilk dəfə qitələrarası raketini yaradır, kosmosa ilk dəfə süni peyk göndərir. 59-cu ildə Xruşovun ABŞ-a səfəri, 61-ci ildə John Kennedy'nin hakimiyyətə gəlməsi mülayimləşmə dövrünü yaratmışdı. İndi baxaq, 3-cü dünya ölkələri. Müstəmləkələrin ləğvi. 3-cü dünya ölkələri. Bilirik ki, müstəmləkəçinin təməl qoyulub böyük coğrafi kəşflər, ilk zərbəni vurub ABŞ-ın yaranması, müstəmləkəçi süqut eləyib dünya müharibəsindən sonra, 2-ci dünya müharibəsindən sonra. Deməli, 2-ci dünya müharibəsi başa çatandan sonra müstəmləkələrin azad edilməsi prosesi sürətləndi. Asiya, Afrika və Sakit Okean bölgəsində müstəmləkələrin azad edilməsi 3-cü dünya ölkələrinin yaranması ilə nəticələndi. Deməli, müstəmləkələr dağılır, Asiya, Afrika, Sakit Okean bölgəsində müstəmləkə sistemi dağılır deyə yeni dövlətlər, 3-cü dünya ölkələri meydana gəlir. Bu dövlətlər soyuq müharibədə iştirak etməyən və az inkişaf etmiş, bloklara daxil olmayan dövlətlərdir. Deməli, bu dövlətlər soyuq müharibədə iştirak etməyən, az inkişaf etmiş, bitərəf və bloklara qoşulmayan dövlətlərdir. Belə ki, 1961-ci ildə keçirilən Belqrad konfransında Yugoslaviya, Hindistan və Misirin təşəbbüsü ilə bloklara qoşulmayan təşkilat yaradıldı. Deməli, 61-ci ildə Yugoslaviya, Hindistan və Misirin təşəbbüsü ilə bloklara qoşulmayanlar hərəkatı yaradıldı. Bu hərəkat öz ətrafında 120-yə qədər dövləti birləşdirir. 3-cü dünya ölkələrində müstəmləkə dövründə çəkilmiş süni sərhədlər və böyük dövlətlərin təsiri ilə etnik münaqişələr, vətəndaş müharibələri baş verirdi. 3-cü dünya ölkələri aldıqları yardım sayəsində ABŞ və ya SSR-in təsirinə düşürdü. Deməli, əslində bir tərəfə qoşulmayanlar idi, amma aldıqları yardım sayəsində ABŞ və SSR-nin təsiri altına düşürdü. ABŞ və SSR yaxın şərqdə və cənubi şərqi Asiyada keçmiş müstəmləkəçi dövlətləri əvəz edir, etdikləri yardım müqabilində bölgələrdə öz hakimiyyətlərini möhkəmləndirirdilər. 3-cü dünya ölkələrində bəzən müstəmləkə dövründə çəkilmiş süni sərhədlər və böyük dövlətlərin təsiri ilə etnik dini münaqişələr, vətəndaş müharibələri baş verirdi. İndi baxaq. Yeni böhranlar. Berlin və Karib böhranı. Berlin böhranı 1961, Kuba böhranı 62-ci ildə olmuşdu. Deməli, 1961-ci ildə Berlin böhranı. Almanlar ADR-dən Qərbi Almaniyaya qaçdığından bunun qarşısını almaq üçün ADR və Sovet rəhbərliyi Berlinin ADR və yaxud da BMT-nin nəzarətinə verilməsini təklif edir. Bu təklif qəbul edilmədiyi üçün ADR və Sovet rəhbərliyi 61-ci ildə Berlini şərqi və qərb hissələrinə bölən Berlin divarını çəkir. Deməli, o dövrdə Almanlar ADR-dən AFR-ə gedirdilər. SSR bunun qarşısını almaq üçün deyir ki, Berlini ya ADR-ə verin, ya da BMT nəzarətinə verin. Təklif qəbul edilmədikdən sonra SSR şərqlə qərbi hissələrini bölür, Berlin divarını çəkir. Bu da olur Berlin böhranı 1961. Deməli, ilk böhran 49 Almaniyanın parçalanması, bu yeni böhrandır 1961-ci ildə. İndi baxaq, soyuq müharibə dövrünün əsas böhranlarından biri Kuba böhranı. 1959-cu ildə Kubada Fidel Castro ABŞ-ın müdafiə etdiyi diktaturanı devirir, SSR ilə yaxınlaşır.
62-ci ildə SSR xarici müdaxilədən qorunmaq üçün Kubada ABŞ-ı hədəf alan nüvə raketləri yerləşdirir. ABŞ da bunun qarşılığında Kubanı blokadaya alır və dünya nüvə müharibəsi astanasına gəlir. Lakin tərəflər güzəştə gedir. SSR raketləri Kubadan çıxardır. ABŞ da bunun qarşılığında Kubanı blokadaya almayacağını təminat verir. Deməli, 61 Berlin böhranı, 59-62 Kuba və ya Karib böhranı. İlk böhran 49 Almaniya parçalanması, ikinci böhran 50-53 Koreya müharibəsi, yeni böhran Berlin böhranı 61, Kuba böhranı 59-62-ci ildə olmuşdur. İndi baxaq soyuq müharibədə regional müharibələrə. Mülayimləşmə dövründə ABŞ və SSR arasında tarazlığı pozmayan regional müharibələr baş verdi. Bunlardan biri Vyetnam müharibəsidir. 65-ci ildə başlayıb 73-cü ildə başa çatmışdı. Lyndon Johnson dövründə başlayıb Richard Nixonun dövründə başa çatmışdı. Deməli, müharibə dövründə ABŞ və SSR arasında tarazlığı pozmayan regional müharibələr baş verdi. Lakin bu münaqişələr dövlətlərarası münasibətlərin gərginləşməsinə səbəb oldu. Belə müharibələrdən biri də 65-73-cü illəri əhatə edən Vyetnam müharibəsidir. Müstəqillik əldə etdikdən sonra Vyetnam iki hissəyə parçalanmış. Yenə şimalında kommunistlər, cənubunda qərb meyilli hökumət qurulmuşdu və onlar arasında müharibə gedirdi. Vyetnam müharibəsi zamanı SSR Şimali Vyetnama, ABŞ Cənubi Vyetnama kömək edirdi. 65-ci ildə ABŞ Vyetnama hərbi müdaxilə edərək kommunist rejimin nəzarətində olan əraziləri bombalamağa başladı. Lakin sonda məğlub olan ABŞ beynəlxalq ictimaiyyətin təzyiqi ilə 73-cü ildə qoşunlarını Cənubi Vyetnamdan çəkir və Vyetnam kommunistlərin nəzarət altında birləşdirilir. Deməli, Koreya müharibəsinə də SSR ABŞ kömək edirdi. Orada ABŞ qalib gəlsə də Koreyanı birləşdirə bilmədilər. Amma 73-cü ildə ABŞ məğlub olur, Cənubi Vyetnamdan qoşununu çıxardır və Vyetnam kommunistlərin rəhbərliyi altında birləşdirilir. Regional müharibələri həm də Ərəb-İsrail müharibələrini misal göstərmək olar. Dünyada sülh üçün təhlükəli olduqda regional müharibələr, SSR və ABŞ diplomatik yolla bu müharibəni həll etməyə çalışır. Həm elə bu Vyetnam müharibəsi, həm də Ərəb-İsrail müharibəsi məhz belə dayandırılmışdı. İndi baxaq soyuq müharibədə yumşalmaya. Deməli, Kuba böhranı nüvə müharibəsi təhlükəsini aradan qaldırmaq zəruri etdi. 60-cı illər tərəflər arasında imzalanan müqavilələrlə quruda, su altında, atmosferdə və nüvə sınaqlarının kosmosda nüvə silahının yerləşdirilməsi və nüvə silahlarının yayılması qadağan olundu. Deməli, 63-cü ildə keçmişik ki, 63-cü ildə ABŞ-da John Kennedy, SSR-də də Xruşovun dövründə. 63-cü ildə müqavilə imzalanır. Atmosferdə nüvə sınaqları, kosmosa nüvə silahının yerləşdirilməsi və nüvə silahlarının yayılması qadağan olunmuşdu. Lakin dünyada baş verən siyasi böhranlar, hərbi qarşıdurmalar sürətlə silahlanmanın nizamlanmasının vacibliyini göstərirdi. 60-cı illərdə artıq SSR ilə ABŞ arasında mülayimləşmə baş vermişdi. Bunun da səbəbi ABŞ-Vyetnam müharibəsində böyük itkilər üzləşmişdi. Bu da ölkə daxilində narazılığa səbəb olmuşdu. SSR də sürətlə silahlanır. Bu da SSR-nin iqtisadiyyatına pis təsir eləyirdi. Ona görə də müəyyən qədər mülayimləşmə başlamışdı. Belə ki, SSR 63-cü ildən qərbdən taxlanmağa başlayır və münasibətlər yumşalır. 68-ci ildə Çexoslovakiyada Praqa baharı baş verir. Çexoslovakiyada demokratləşmə tədbiri olan Praqa baharı baş verir. Amma SSR-nin müdaxiləsi ilə qarşısı alınır. 69-cu ildə SSR-Çin arasında silahlı münaqişə baş verir. Sovet rəhbərliyi ABŞ və Çinin SSR-yə qarşı mübarizədə yaxınlaşacağını ehtiyat etməyə başlayırdı artıq. Bütün bu amillər ABŞ və SSR-nin uzlaşmağa məcbur etdi və 72-ci ildə strateji silahların məhdudlaşdırılması haqqında, yəni SSM-1
müqavilə imzalandı. Deməli, 72-ci ildə strateji silahların məhdudlaşdırılması haqqında müqavilə imzalandı. Bu mülayimləşmə dövrünə düşür. Amma mülayimləşmə dövrünün zirvə nöqtəsi olur ATƏM-in yaranması. Deməli, mülayimləşmə dövrünün zirvə nöqtəsi ATƏM-in yaranması. Deməli, mülayimləşmə dövrü başlayır 53 Stalin ölümü ilə. Zirvə nöqtəsi olur ATƏM-in yaranması. 1975-ci ildə Finlandiyanın Helsinki şəhərində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin yekun sənədi imzalandı. Yəni ATƏM yarandı. Bu hadisə mülayimləşmə dövrünün zirvə nöqtəsi oldu. Mülayimləşmənin zirvə nöqtəsi oldu. ATƏM-in yekun sənədini 33 Avropa dövləti, SSR, ABŞ, Kanada imzalamışdı. Deməli, ATƏM yarandı 75-ci ildə. ATƏM-in yaranması mülayimləşmə dövrünün zirvə nöqtəsi idi. İndi baxaq, soyuq müharibənin son mərhələsi və yaxud son tutaşma. Deməli, 70-ci illərdə dedik ki, 60-cı illərdə 53-cü ildə mülayimləşmə dövrü başlayıb. 60-cı illərdə güzəştə gedirlər, SSR qərbdən taxlanmağa başlayır. Amma 70-ci illərin birinci yarısında beynəlxalq münasibətlərdə gedən yumşalma 70-ci illərin ikinci yarısında artıq gərginləşir. Belə ki, SSR Avropada orta mənzilli raketlər yerləşdirmiş. Deməli, SSR Avropada orta mənzilli raketlər yerləşdirir. 79-cu ildə SSR Əfqanistana hərbi qoşun yeritdi. Bu hadisə ilə soyuq müharibədə son tutaşma və ya yeni mərhələnin başlanmasına səbəb oldu. Deməli, soyuq müharibədə son tutaşma və yaxud yeni mərhələ SSR-nin Əfqanistana qoşun yeritməsi idi. Məqsəd də ölkədəki iqtisadi problemlərdən əhalinin diqqətini yayındırmaq. Lakin ABŞ boş durmadı. SSR Əfqanistana qoşun yeritdikdən sonra ABŞ Əfqan döyüşçülərinə yardım göstərməyə başladı. SSR-yə taxıl və texnologiya ixracına embargo qoydu, yəni qadağa qoymuşdu. 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunlarını boykot elədi. ABŞ da yeni silahlanma proqramı hazırladı. Bu sahədə SSR-ni ötüb keçməyi qarşıya məqsəd qoymuşdu. Deməli, 75-ci il ATƏM-in yaranması. Mülayimləşmə dövrünün zirvə nöqtəsi. 79-cu il soyuq müharibədə son tutaşma və yaxud da yeni mərhələnin başlanması. SSR-nin Əfqanistana qoşun yeritməsi. SSR Əfqanistana qoşun yeritdən sonra ABŞ dayanmır. SSR-yə taxıl və texnologiya ticarətinə embargo qoyur. Moskvada keçirilən oyunları boykot edir. Eyni zamanda çox vacib məsələlərdən biri. 83-cü ildə Sovet raketlərinin təhdidinə qarşı strateji müdafiə təşəbbüsü proqramını elan edir. Sovet raket təhlükəsini süni peyklərlə müəyyən edilərək kosmosda məhv edilməsi nəzərdə tutan proqrama Ulduz müharibəsi deyilirdi. Deməli, 83-cü ildə strateji müdafiə təşəbbüsü proqramını irəli sürür. O deyir ki, SSR raketlərinin yerini süni peyklərlə müəyyən ediləcək, elə kosmosu məhv ediləcək. Elə ona görə də bu plana həm də Ulduzlar müharibəsi deyilirdi. Ulduzlar müharibəsi. Deməli, 63-cü ildə nüvə silahlarının sınaqdan keçirilməsinin qadağan olması haqqında saziş. 72-ci ildə strateji silahların məhdudlaşdırılması haqqında qanun SSM1. 83-cü ildə strateji müdafiə təşəbbüsü. İndi baxaq, SSR-nin dağılması, soyuq müharibənin sonu. Deməli, 80-ci illərin ikinci yarısında silahlanmaya çəkilən böyük xərclər, iqtisadi tənəzzül, dünyanın müxtəlif bölgələrində öz təsirini yaymaq üçün edilən müdaxilələr artıq vəziyyəti gərginləşdirmişdi. 86-cı ildə Ukraynada Çernobıl atom stansiyasında baş verən qəza dünyada nüvə müharibəsi qorxusunu artırdı və 87-ci ildə ABŞ və SSR qısa və orta mənzilli raketlərin nüvə silahlarının ləğvi haqqında müqavilə imzaladı. Deməli, 87-ci ildə ABŞ-ın SSR qısa və orta mənzilli nüvə silahlarının qadağan edilməsi haqqında müqavilə imzaladı. Bu hadisə beynəlxalq münasibətlərdə gərginliyi xeyli yumşaltdı. 89-cu ildə soyuq müharibədə dönüş nöqtəsi oldu. SSR
uğur qazanmadığı Əfqanistandan qoşunlarını geri çıxartdı. Deməli, Soyuq müharibə başladı 46. Mülayimləşmə dövrü 53. Zirvə nöqtəsi 75 ATƏM-in yaranması. Son mərhələ, son tutaşma SSR-in Əfqanistana qoşun yeritməsi. Dönüş nöqtəsi SSR-in Əfqanistana qoşunlarını çıxartması. 89-cu ildə dedik ki, Soyuq müharibədə dönüş nöqtəsi oldu. Şərqi Avropada demokratləşmə tədbirləri genişləndi. Belə ki, Polşada, Macaristanda azad seçkilər keçirildi. ADR rəhbərliyi Berlin divarının sökülməsinə icazə verdi. Çexoslovakiya, Bolqarıstan və Rumuniyada kommunist diktaturasına son qoyuldu. Və beləliklə, çox vacibdir, SSR Şərqi Avropada ilk müdafiə xəttini itirdi. Şərqi Avropada Sovet modelinə son qoyuldu. 89-cu ildə, deməli, 89-cu ildə oldu son tutaşma. Daha doğrusu dönüş nöqtəsi. Son tutaşma, qoşunu yeritməsi, qoşunu çıxartması dönüş nöqtəsi. 89-cu ildə Polşada, Macaristanda azad seçkilər, Berlin divarı söküldü, Çexoslovakiya, Bolqarıstan, Rumuniyada kommunist diktaturasına son qoyuldu. Artıq Şərqi Avropada Sovet modelinə son qoyuldu. SSR Şərqi Avropada ilk müdafiə xəttini itirdi. 90-cı ilin oktyabr ayında Almaniya birləşdirildi. Noyabr ayında ATƏM-in Paris zirvə görüşündə yeni Avropa üçün xartiya, Paris xartiyası qəbul edildi. 91-in dekabr ayında SSR süqut elədi. SSR-nin varlığına son qoyuldu və bununla da Soyuq müharibə başa çatdı. Körfəz müharibəsi zamanı George Bush demişdi ki, yeni dünya nizamı anlayışı, iki qütblü sistem başa çatıb. Deməli, iki qütblü sistemi başa çatdığını George Bush demişdi. Birinci Körfəz müharibəsi zamanı 1990-91-ci illərdir. İndi baxaq müasir dövrdə dövlətlərarası münasibətlərə. Deməli, Soyuq müharibə başa çatdıqdan sonra dünyada yeni siyasi və iqtisadi vəziyyət yarandı. Dünyanın siyasi xəritəsi dəyişdi. SSR, Çexoslovakiya, Yugoslaviya dağılır, yerində yeni dövlətlər yaranır. 91-2000-ci illərdə keçid dövrünü yaşayan, ağır daxili vəziyyətdə başı qarışan Rusiya geosiyasi bölgələrdə öz mövqeyini itirmişdi. Bu dövrdə ABŞ BMT-nin mexanizmindən istifadə eləmişdi həm Körfəz müharibəsində, həm də Balkan müharibəsində. Deməli, həm Körfəz müharibəsində, həm də Balkan müharibəsində. Soyuq müharibə bitsə də, hərbi blokların qarşılaşması bitsə də NATO saxlanmışdı. NATO'nun başlıca vəzifəsi Qərbin xeyrinə formalaşmış qüvvələr nisbətini qorumaq, sabitlik təmin etmək idi. Avropa İttifaqı haqqında Maastrichtdə müqavilə imzalandı. 99-cu ildə ATƏT-in İstanbul samitində qəbul olunmuş Avropa Təhlükəsizlik Xartiyasında yenilənmiş Dünya Birliyinin təhlükəsizlik konsepsiyası ifadə olundu. Deməli, ATƏM yarandı 75, ATƏM adlandırıldı 94. ATƏM-in Paris zirvə görüşü, yeni Avropa üçün xartiya, Paris xartiyası 90, İstanbul samitində Avropa Təhlükəsizlik Xartiyası 99-cu ildə olmuşdu. İndi baxaq ABŞ-da terror hadisəsinə. 2001-ci ildə 11 sentyabr terror hadisəsi baş verir. ABŞ-ın New York və Washington şəhərlərində terror hücumlar təşkil edildi. Bu hadisə vətəndaş müharibəsindən sonra ABŞ-da ən böyük tələfatla nəticələnən hadisə olmuşdu. Artıq 11 sentyabrdan sonra dünyanın geosiyasi, geoiqtisadi, geostrateji və vəziyyətində aşağıdakı dəyişikliklər baş vermişdi. Belə ki, dünyada yeni beynəlxalq şərait yarandı. Münasibətlərdə yeni dövr başladı. Tədricən Avropa Birliyi, Rusiya, Yaponiya, Çin və Hindistan regional güclər olaraq ABŞ-ın fəaliyyət sahəsini məhdudlaşdırmışdı. Deməli, Soyuq müharibə başa çatandan sonra ABŞ dünyada ağalıq edirdi. Artıq ağalığı başa çatdı 2001-ci ildə. Artıq Avropa Birliyi, Rusiya, Yaponiya, Çin və Hindistan ABŞ-ın hərəkətini məhdudlaşdırırdı. Türkiyə, İran, Braziliya, İndoneziya kimi dövlətlər dəyişən dünya nizamının regional güclərinə çevrilmişdi.
dəyişən dünya nizamının regional güclərinə çevrilmişdi. Dünyanın ağırlığı Atlantik okeanından Sakit okeana keçmişdi. Qara dəniz, Qafqaz, Mərkəzi Asiya üçbucağı uğrunda ABŞ, Rusiya, Çin arasında mübarizə gedirdi. ABŞ, Rusiya, Çin arasında mübarizə gedirdi. İndi baxaq. Yalançı bahar. Yalançı bahardan əvvəl baxaq ki, 2008-ci ildə Rusiya Gürcüstan arasında müharibə baş verdi. Bu müharibə regional müharibə olsa da nəticə etibarilə qlobal əhəmiyyət daşıyırdı. Bu, soyuq müharibənin sonrası ABŞ-ın yeni dünya düzənində təkbaşına hakim rolunun rəsmən başa çatdığını bir daha göstərdi. Deməli, başa çatmışdı 2001-ci ildə, rəsmən başa çatdığını sübut elədi 2008-ci il Rusiya-Gürcüstan müharibəsində. İndi baxaq yalançı bahara. Deməli, böyük güclər arasında rəqabət mübarizəsinin meydanlardan biri də Yaxın Şərq və Şimali Afrika bölgəsidir. Tunis, Misir, Liviya və Suriyada diktator rejimlərinə qarşı baş verən üsyanları demokratiyanın bərqərar edilməsi məqsədi daşıyırdı. Deməli, 2010-cu ildə Misir, Liviya, Suriyada üsyanlar baş verdi. Üsyanların səbəbi diktator rejimləri, bir də ədalətsiz gəlir bölgüsü idi. Üsyan nəticəsində Tunisdə, Misirdə, Liviyada diktator rejimə süqut elədi. Tunisdə, Misirdə, Liviyada. Daha sonra isə həm Suriyada, həm də İraqda vətəndaş müharibələri baş verdi. Deməli, 2010-cu ildə Ərəb baharı, deməli, Misirdə, Liviyada, Suriyada üsyanlar baş verdi. Üsyan nəticəsində Tunisdə, Misirdə, Liviyada diktator rejiminə son qoyuldu. Lakin hələ də Yaxın Şərqdə siyasi sabitsizlik hökm sürür və Suriyada, İraqda vətəndaş müharibələri baş verir.